Xulasatul cavab. Azərbaycan əhlinə, bizim millətin cəmaatına fətra əhli demək ya insan məcnundur, dəlidir. Dəli belə söz deyər. Ağlı olan belə söz deyər cörab. Yox qardaş. Millət özünə müsəlman deyir. Millət özünə müsəlman deyir. Azərbaycan əhli xalqımız müsəlmandır. Ömrü boyu da belə olublar. Özlərini İslam'a nisbət ediblər. Allah deyiblər. Sən gəlib bu insanlara, bu heç vaxt fətrə əhli ola bilməz. Heç vaxt. Getdi artıq. Çünki nisbət yerindədir. Aydın daxı. Sən müsəlmana fətrə əhli deyə bilmərsən axı. Burada nə söhbətdir? Ya da ki, insan təkfirçidir, gizlədir, variantlar axtarır. Necəsə eləyim? Sızır. Fitrətlə fətranı elə bir... İndi də, yəni, normal adam belə söz deməz axı bizim cəmaata ki, fətrə əhlidir. Bu adam hiləgərdir. Bunu eləyən adam. Çünki, subhanallah, sanki nə hiss olunur, necə demək istəyir, nə isə çatmır. Buradan da deyə bilmir. Buradan da deyə bilmir. Düşüb elə bir şeyə ki, nə buradan olmaq istəyir, nə buradan olmaq istəyir. Adam təsəvvür edin, o qədər tərbiyəsizdir ki, özündən yaşca böyük. Yəni, mən ondan gör neçə yaş böyüyəm? Ən azı 15 yaş. Yaşlı müsəlmana təhqiramiz sözlər və o qədər sən həddini aşmısan ki, deyirsən ki, bu dəlidir, məcnundur. Utanmırsan.